أعوذ بالله السميع العليم من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين لا حول ولا قوة إلا بالله العلي العظيم اللهم صل على محمد وآل محمد وعجل فرجهم وأهلك عدوهم من الجن والإنس من الأولين والآخرين. Esselamu Aleyküm cəmiyyən və rəhmətullahi və bərəkatuh. Allah təbarək Teala bu mübarək ayda tamamı ibadət, itaətlərimizi gözəl surətdə, gözəl şəkildə Əmir-ül-Müminin aleyhisselamın hörmətinə qəbul eləsin. İbadət itaətlərimizin qəbulu üçün zamanımızın sahibi İmam-ı Zaman aleyhisselamın səlamətsiliyi zuhurunun acil olmağı və bizim də sonumuzun xeyirli olub vilayətdə sabit qədəm olmağımız üçün Həzrəti Fatimə Zəhra selamullahi aleyhanın pak mütəhər ruhuna salavat hədiyyə edəyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Bu axşam gündəmdə olan real olaylarla bağlı bir mövzuya toxunmaq istərdik. Bir mövzu haqqında biraz söhbət etmək istərdik. Nədən bu günümüzdə dirəniş cəbhəsi və müqavimət xəttinin uğurlarına bir çox müsəlmanlar, özəlliklə müsəlmanların yönetimləri və müsəlman millətlərin bir takımı Allaha şükür səcdəsi əvəzinə və iftixar hissi duymaq əvəzinə bu haqq cəbhəsinin qazandığı uğurların üzərinə pərdə salır, kölgə salır. Meydanda olan müsəlmanların zəfərindən deyil, rüyalarında olan bura qədər göstərmədikləri bacarıqlarından konuşurlar, danışırlar. Amma bura qədər İslam dünyası bunlardan bir əməl olaraq heç bir şey görməyib. Bu sual, sorum bizə ilginc, maraqlı deyilmi? Bildiyimiz kimi insaniyyətin tarixində ilk insan qətli iki doğma qardaşın arasında baş vermişdi. Qabil və Habil arasında baş verən və ilk insan qətli sayılan hadisənin önəmli bir səbəbi var. Və bu səbəb də hamımız bilirik ki, onun adı həsəddir. Əxlaq görüşünə əsasən həsəd insanın iç aləminin batinində nəfs-i əmmarəyə məxsus olan bir kötü sifətlərdəndir. Və Qur'anda ki, insaniyyətin böyük faciələrinin başlanğıcının bir neçə amil səbəbləri varsa, o əxlaq elmində rəzil sifətlər kimi dəyərləndirilən, yəni tanıtırılan daha doğrusu təkəbbürlükdür, riyadır və həsəddir. Bizim bugün mövzumuz bu konuda istəyirik biz ona bir balaca işarə edək. Və bildiyimiz kimi hadisənin ilk başlanğıcı iki qardaşın Allaha qurban təqdim etməsidir. Sadəcə olaraq Allah təbarək Teala birindən qəbul edir, birindən qəbul etmir. Və söylənilən kimi bir vəsvəsə, şeytanın vəsvəsəsi və insanın daxili aləmində nəfs-i əmmarənin qaynayıb cuşa gəlməsi nəticə etibarı ilə bir qardaş öz kendi doğma qardaşını qətlə yetirir. Və bu amil
həsəd üzündəndir ki, nədən Allah Habilin qurbanını qəbul edir, mənim qurbanımı qəbul etmir? Allah dəlilin deyir, İnnəmə yətəqəbbəlullah minəl muttəqin. Həqiqətən Allah təbarək təala təqvalılardan qəbul edir. Və qəbul etmə mexanizmi uca Allahın ixtiyarındadır, uca Allahın əlindədir. Demək, sən əvvəl gərək öz kəndini islah edəsən, sonra sən də hər nə qurban kəssən, qurban versən, hər nə iş yapsan, sənin də həsənatın qəbuldur. İnsanın iç aləmində olan, görünməyən və təhlükəli olan xüsusiyyətlərini biz bu günləri geniş bir formatda, geniş bir halda bu günləri müsəlmanların içərisində biz daha yaxından görürük. Məgər dirəniş cəbhəsi, haqq cəbhəsi bu günləri Allahın Qur'anda tanıtdırdığı düşmənlərlə üz-üzə qalmayıb. Sən də müsəlmansan, mən də müsəlmanam. Və dinimizin amacı, dinimizin məntiqi müsəlmanları bir vəhdət ümmət olaraq qardaş bilir. Bəs nədən bir qardaşın uğurları, zəfərləri sizi bu qədər rahatsız edir? İki səbəbidir bunun səbəbi. Ya biri həsəddir, ya da biri egoist olmaqdır. Yəni kəndini sevmək. Çünki bir tərəfdə Allah buyurduğu, Allah göstəriş verdiyi işlər yapılır, uğurlar, zəfərlər ələ gətirilir. Digər tərəfdə isə rahatsızlıqlar yaşanır. Nədən? Çünki kəndinin əlindən gəlməyən işdir, bacarmadığı bir işdir. Bir xayr işi sevmək var, ona deyirlər xeyrxah. Bir də kəndini sevmək var, xodxah. Bu ikisinin arasında bir fərq vardır. Əgər bir insan, bir ümmət, bir yönetim özünü dünyaya bir xeyrxah kimi tanıtdırmaq istəyirsə, baxaq görək, digərlərinin yaptığı xayr işlərə bu adam sevinir ya sevinmir. Əgər bir kəsin yaptığı xeyr işə mən sevinərəmsə, mən xeyr sevərəm, mən xeyrxaham. Ya bir nəfər bir xeyr işi yaparsa, onun yaptığı işə mən rahatsız olaramsa və deyərəm ki, niyə o yapdı, o gördü, mən gərək yapaydım, bu xeyri sevməkdir. Bu, kəndini sevməkdir. Bu da ikinci yoludur. Və belə bir hastalıklar ki, bizim insanlığın ruhiyyəsində, insanın nəfsi əmmarəsində gizlənib, bunun insan fərqinə həmişə varmalıdır ki, hər an insanın iç aləmindən bu cür zəhərli bir sifətlər baş qaldıra bilər. Bunun həsədin nə qədər insan üçün zərərli olmağını biz dedik ki, Habil-Qabil cərəyanı və Qabil insaniyyətin həyatında bir kötü sünnətin bünövrəsini qoydu, bənasını qoydu. Dünyanın sonuna qədər hər kim insan qətlində, insanı öldürməkdə əli olarsa, Qabil bütün o qətillərdə onun da payı vardı. Çünki biz sünnətin, kötü bir sünnətin bənasını qoyub. Və digər tərəfdən bir insan həyatda bir iyi bir sünnətin bənasını qoyarsa, o iyi işlər dünya durduqca son gününə qədər yapılarsa, o xayrlarda onun da payı vardı, onun da səhmi vardı. Əmir-i-Müminin aleyhisselam həsədin haqqında buyurur ki, Əl-həsudu yufni nəfsə. Həsəd insanın ruhunu yeyir, fəna eləyir.
onu mənəvi baxımdan aradan aparır. Və İmam-ı Sadiq əleyhissalam buyurur ki, həsədul qəlbi yuhliku sahibəhu. Qəlbin həsədi sahibini həm maddi baxımdan, həm fiziki baxımdan, həm də daxili aləmində onu məhv edir və onu fəlakətə aparır. Yuhliku, həlak edir onu. Bir insan bu günləri biz görürük ki, bir cəbhə, bu günləri Allahın nusrəti, Allahın yardımı vasitəsilə, bu günləri haqqın işığı, nuru saçır və dünyanı işıqlandırırsa, biz əgərləri bugün bu işə yardımcı ola bilmiriksə, ən azından bu işlərə mane törətməyək, üzərinə pərdə salmayaq, üzərinə kölgə salmayaq ki, bu işlərlə biz birbaşa düşmənin, Allah düşmənlərinin kənarında durmuş oluruq. Axı bizim iddiamız var ki, biz Hz. Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin ümmətiyik. Bəs bu iddianı biz gərək bir sübut eləyək, bu iddianı biz yaşadaq, sabit eləyək. Boş, quru qurbanın olum deməklə, quru qurbanın olmaqla bir şey əmələ gəlmir ki. Bunun qarşısında sən qibtə eləməlisən. Qibtə eləməlisən ki, sənin daşıdığın dinin nümayəndələri bu günləri sənin və sənin kimilərin, sizlərin işin görür. Sizin gələcək aləminizi əminamanlıqla təmin edir. Sizin izzətinizi qoruyur, saxlayır. Əmir-i Mömin ağa buyurur ki, mən əxtəbə əxahu fi xeyrihi ləm yakun hasidən. Hər kim bir qardaşının nemətlərinə paxıllıq etmədən sevinərsə, o həsədçi deyil, həsəd etmir. Qibtə etmək, yəni bir insanın işindən ona insan deyir ki, sevinir və deyir, inşallah ki, mən də elə gələcəkdə qoy bunun kimi olum. Həzrət Peyğəmbərimizin ziyarətnaməsində də var. Həzrət Əbülfəz Abbas əleyhissalamın şücaətinin əcri mükafatının qiyamət günündə Allah tərəfindən ona veriləcəyi bir ali bir uca məqamdır ki, bütün Allah yolunda şəhidlər Həzrət Əbülfəzl Abbas əleyhissalama qibtə eləyəcəklər. Qibtə həsəd deyil. Və Əmir-ül Mömin ağa buyurur ki, Əl-həsədu yədmiru sahibəhu vəl-qibdətu tərfəu sahibəhə. Qibtə ilə həsəd, qibtə öz sahibini məhv edər, həlak edər, daha doğrusu həsəd. Həsəd öz sahibini məhv edər, qibtə isə sahibini yüksəldər, ucaldar. Və odur ki, insan öz daxili aləmində həmişə bu doğmalarının, əzizlərinin, möminlərin, müsəlmanların yaptığı iyi işlərə gərək sevinə, gərək qibtə edə, onların halına bir zərər vurmaya, onların yapdıqları işi kənarda xarab eləməyə. Çünki son nəhayətdə hekayətlərdə nəql olunur ki, həsədi olan insan gəlir bir mərhələyə çatır ki, razı olur kəndinə yarısı qədər zərər, digərinə yarısı qədər zərər versin, yəni 100% razıdır, kəndinə zərər versin, amma razıdır ki, onun səbəbindən digərinə onun yarısı qədər zərər versin. Hekayələrdə nəql olunur, bir kişinin gedib qul bazarından bir qul alması, o qulu gətirib saxlaması, yedizdirməsi, içizdirməsi və nəhayətdə bunun ki, niyyəti ki, qonşusuna olan bir həsədi vardı, o həsədə görə barışa bilmir və nəhayətdə deyir ki, məni apar ginən gecə o qonşunun evinin üstündə
orada qətlə yetirginlə, qoy mənim qanım düşsün qonşunun üstünə. Yəni, həsəd insanı bu halda böyük fəlakət və faciəyə sürür. Allah bu ayın hörmətinə xatir bizim bu çətin durumda, bu qarışıq bir zamanımızda bizim həm kəndi kəndimizdən müğayət olmaqda Allah bizə rəhm eləsin və Allah təbarək Teala bizim həm iç aləmimizi islah etməkdə və həm dış aləmində topluma faydalı olmaqda bizləri müvəffəq qərar versin. Allah təbarək Teala İmam-ı Zaman hörmətinə dirəniş cəbhəsini, haqq cəbhəsini, haqq əhlini daha da günbəgün uğurla, zəfərlə müjdələsin. Peyğəmbər və ali Peyğəmbərə salavat hədiyyə edək.